Salam, hər vaxtınız xeyir. Bugünkü mövzumuz durğu işarələridir. Ümumiyyətlə durğu işarələrini, yəni durğu işarələrinə aid testləri rahatlıqla yazmaq istəyirsinizsə, daha əvvəlki mövzularda durğu işarələrinə, vergülün qoyulmasına diqqət yetirməlisiniz. Məsələn, o-bu əvəzliklərindən sonra vergül işarəsi nə zaman qoyulur? Əlavələrdə, həmcins üzvlərdə ümumiləşdirici sözlərdə durğu işarələri hansı ardıcıllıqla nə zaman qoyulur, bunları bilməliyik. Və vasitəli və vasitəsiz nitqdə də durğu işarələrindən istifadəni də tam şəkildə öyrənsəz, durğu işarələrinə aid testləri çox qəşəng yaza bilərsiniz. İndi gəlin testlərə baxaq. Testlərə baxdıqca mən sizə həmin mövzulardan hansı qarşımıza gəlsə, o haqqda məlumat verəcəm. Birinci sualda deyir ki, cümlələrdən birində vergülün işlənməsini düzgün hesab etmək olar. Aha. Halbuki Vaqif bu işi hamıdan yaxşı bacarır. Deməli, burada halbukidən sonra vergül işarəsinin qoyulması düzgün deyil. Əvvəl, məsələn, hər hansı bir cümlə gəlsə, o əvvəl qoyula bilərdi. Bu sual köməkçi nitq hissələrində vergülün işlənməsinə aiddir. Ona görə o mövzunu da bilmək lazımdır. Deməli, A variantını çıxdı. Burada səhv işlədilib. Mənim o məktubdan xəbərim yoxdur. Aha, burada o var. İndi o-bu əvəzliklərindən sonra nə zaman vergül qoyulur? Bəli, əgər mübtədə rolunda olarsa, yəni kim nə sualına cavab verərsə, vergül qoyulur. Yox, təyin rolunda olarsa, yəni sifətin sualına cavab verərsə və özündən sonra fe'l gələrsə, əvəzlik gələrsə, qoşma ədat bağlayıcı gələrsə, vergül qoyulmur. İndi o məktubdan, hansı sifətin sualıdır? Yəni ona görə burada qoymamalıyıq. B də səhvdir. B-ni çıxdım. Mən ki sənin barəndə pis söz deməmişəm. Aha, indi burada ki burada ədatdır. Əgər bağlayıcı olsaydı, vergül düzgündür deyərdim. Amma ədatlarda vergül işarəsi işlənmir. Sadəcə hə, yox, bəli, xeyr ədatlarında vergül qoya bilirik. Deməli, C variantında çıxdım. Təranə, ancaq sənə inanırıq. Aha, deməli, burada təranə xitabdır. Yəni, müraciət edirsiniz. Təranə. Bu zaman, bəli, xitabdan sonra vergül işarəsi qoymalıyıq. Deməli, D variantı düzgündür. İndi, bunu səhv götürənlər fikirləşir ki, ancaq ədatdırsa vergül qoymamalıyam. Amma burada xitab məsələsi var axı. Xitabdırsa qoymalısınız. Aha, E variantında bu torpaqda nar da yaxşı bitir. Aha, əgər burada sadalansaydı, almada, armudda, heyvada bu zaman qoyula bilərdi, amma bu şəkildə qoyulmamalıdır. Səhvdir. Cavabımız olur D variantı. 2-də tərkibində vasitəsiz nitq olan cümlədə hansı durğu işarələri buraxılmışdı? Aha, Lev Tolstoy yazırdı. Baxın, vasitəsiz nitqi yəqin ki bilirsiniz. Müəllifin nitqi, bir də vasitəsiz nitq var. Tolstoy yazırdı. Deməli bu müəllifin nitqidir. Müəllifin nitqindən sonra qoşa nöqtə qoymalıyıq. Və vasitəsiz nitq gəlirsə dırnaq açmalıyıq. Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir. Bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir, dırnağımı bağlayıram. Deməli, burada buraxılan qoşa nöqtə və dırnaqdır. Cavabımız olur B variantı. Yəni bu tipli vasitəsiz nitqdə durğu işarəsi, qoşa nöqtə və dırnaq olacaq. 3-cü, hansı nümunələrdə vergülün işlənməsi ilə bağlı səhvə yol verilmişdir? Hər kəski lovğadı, onda olmaz hünərdən əsər. Aha, birinci vergülüm düzdür. Hər kəski lovğadı. Çünki bu bir cümlədir. Bura qədər doğrudur. Onda, indi burada digər cümlə, onda hünərdən əsər olmaz. Baxın, cümlə üzvlərinin yeri dəyişilib, inversiya olub. Bunu düzgün qurun, onda hünərdən əsər olmaz. Bu cümlədə vergül olmalıdır, xeyr. Bəs niyə onda bunu belə edib? Yəni, buradakı vergül işarəsi düz deyil. Sadəcə sizdən cümlə üzvünü çıxardıb o tərəfə atıb vergül qoyub, xeyr, bu səhvdir. Deməli, 1 səhvdir. Kim qəzəbini cilovlaya bilmirsə, həmişə məyus olur. Bəli, əgər iki cümləni bir-birindən ayırırıqsa, bu zaman qoya bilərik, düzdür. Madam işi bacarmırdınız, onu niyə öhdənizə götürdünüz? Madamda burada vergül işarəsi səhv qoyulub. 3.
Nə qədər ki qolumda güc var, mən təslim olmayacağam. Deməli, burada nə qədər ki, burada ki bağlayıcı deyil ki, niyə vergül qoysun ki burada? Səhv qoyubdu. 4-də dediyim kimi ki bağlayıcı olanda vergül qoymalısınız. Başqa heç bir halda vergül işarəsi qoyulmur. Ağlına gələn hər işi etmək ki, aha baxın burada bağlayıcıdır qoyub, lap da əla. Deməli cavabımız səhv olan 1, 3, 4 A variantı. 4-də nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Aha, deməli, Hüseyn bəy üzünü Murada tutub dedi. Baxın, qoşa nöqtəmi qoyuram. Altdan tiremi qoyuram. Dialoq formasındadır. A kişi, burada birbaşa kitab var. Vergül. Sən bir kasıb adamsan. Vergül. Aha, uşaqlarına ali təhsil verməyə gücün çatarmı? Sual işarəsi. Deməli, qoşa nöqtə, tire, 2 vergül, bir dənə də sual. Cavabımız oldu C variantı. Bunun üçün isə vasitəli, vasitəsiz nitqi dərsini bilməlisiniz. O dərsi, məsələn, dərslikdə yazılanda sizə müxtəlif formalarını verib vasitəsiz nitqin və durğu işarələri necə qoyulmalıdır orada göstərib. Həmin o hissəni oxusaz kifayətdir. Çox rahatlıqla tapa bilərsiniz. 5-də dialoqdan verilən cümlədə hansı durğu işarələri buraxılmışdı? Aha, gəlin baxaq. Kərimxan, necəsən dedi. Naxoş zad deyirsən ki. Burada dialoq dediyi üçün, dialoq deyəndə yadınızda saxlayın, dırnaqdan istifadə etməyin. Dialoqda dırnaq işarəsi qoyulmur. Tirədən istifadə olunur. Tirəni qoydum. Kərimxan, kitabdır, bəli. Deməli, mən burada vergülümü qoymalıyam. Necəsən, dedi. Naxoş zad deyirsən ki, indi. Baxın, burada dedi müəllifin nitqidir. Dedi müəllifin nitqidirsə, mən burada dedinin hər iki tərəfində vasitəsiz nitq görürəm. Kərimxan, necəsən? Naxoş zad deyirsən ki, görürsüz dedini oradan çıxartdım, birbaşa nitq alındı. Kiminsə dediyi. Ona görə dedidən əvvəl vergül tire, dedidən sonra vergül tire, ən sonda isə sual işarəni qoyuram. Baxın, əgər dedidən sonra cümlənin ardı gəlməsəydi, onda sualımı dedidən qabaq qoyardım vergülün əvəzinə. Deməli, burada 3 tire, 3 vergül, bir də sual oldu. Cavabımız olur C variantı. Daha sonra 6. 6-da deyir ki, cümlədə hansı durğu işarələri buraxılmışdı? Aha, müasir ədəbi dilimizdə istisnalar, qeyri-normativ hallar əsasən normanın, tarixi inkişafının, yəni təkamülün nəticəsi kimi ortaya çıxır. Cümləni oxuduq. İndi cümləni biz anlamağa çalışmalıyıq ki, burada bizə nə deyir? İndi burada müasir ədəbi dilimizdə istisnalar. Deməli, burada bir tire qoyuram. Çünki əlavə eləyir. Qeyri-normativ hallar. Əsasən hər iki tərəfdən vergül. Normanın tarixi inkişafının vergül, yəni təkamülün nəticəsi kimi ortaya çıxır. Deməli, burada nə baş verir? 3 vergül, 1 tire cavabımız olur A variantı. 7-də hansı durğu işarəsi buraxılmışdı? İşarələri. Həsənxan yerindən qalxdı. Qoşa nöqtə. Çünki dialoq formasında olanda qoşa nöqtəni qoyursunuz, aşağıdan isə tire qoyursunuz. Ədə müraciət edir. Danışdığın vergül. Bitdə söylədiyin nə idi? Vergül. Nə əməldir? Sual işarəsi. Deməli, qoşa nöqtə, tire, 3 vergül, bir dənə də sual işarəsi cavabımız olur C variantı. 8. Mən, anam, bacım, bir sözlə qohumlarımla görüşdüm, öpüşdüm. Aha, deməli, mən, anam, vergül, bacım, tire, bir sözlə, vergül, qohumlarımla görüşdüm, öpüşdüm. Deməli, görüşdümdən sonra da vergül, 3 vergül, 1 tire. Yadda saxlayırıq ki, bir sözlə, ümumiyyətlə, belə deyim də, həmcins üzvlərdən sonra gələndə bir sözlədən əvvəl tire, özündən sonra vergül işarəsi qoyulmalıdır. Cavabımız olur B variantı.
9-cu sualda cümlələrdə buraxılmış durğu işarələrinə əsasən doğru fikirləri müəyyən edin deyir. Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. Deməli, mən əminəm ki, bağlayıcıdan sonra vergül qoyuram, bir də burada qoyuram. 2 vergül buraxılmışdı, düz deyir. 1-i götürdüm. Özümüz istəməsək heç kim həyatımıza təsir edə bilməz. Özümüz istəməsək bir dənə vergül burada qoyulur. Bəli, düz deyir. 1 vergül. Deməli, cavabımız E olur. İndi deyə bilərsiniz ki, müəllim, necə tapırsınız ki, orada vergül qoyulur? Bunun xüsusi bir qaydası yoxdur. Yəni, daha əvvəl sizə qeyd elədim ki, məsələn, tabeli tabesiz cümləni, mürəkkəb cümləni ayıra bilirsinizsə, siz bilməlisiniz ki, orada mürəkkəb cümlədir. Cümlələri və yaxud da yəni, həm cinsləri, bunlar bir-birindən ayırmaq üçün vergüldən istifadə olunmalıdır. Deməli, cavabımız da olur 1 və 2 E variantı. 10-cu sualda deyir ki, cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Aha, vergülün işlənməsində deyir səhvə yol verilmişdi. Birincidə durğu işarələri ilə bağlı səhvə yol verilməmişdi, olur ikincidə. İndi ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. Deməli, burada vergül səhv qoyulub. Bəli, ömrün müddəti deyil. Vergül burada olmalıdır, burada yox. Deməli, bir səhvdir. Götürdüm, səhvə yol verilmişdi deyir. Başqalarından yox, daha çox özündən utanmağı öyrən. Bəli, burada düzdür, çıxdım. Elə insanlar var ki, onların qüsurları olmasaydı, istedadları da heç vaxt üzə çıxmazdı. Burada bax, istedadları da orada ehtiyac yoxdur vergül. Yəni dadə bağlayıcı təkrarlandığı zaman qoya bilərsiniz, amma burada yoxdur. Deməli 3 də səhvdir. İndi biz düzgünü tapmalıyıq. Yol verilməmişdi deyir. İnsana ən böyük mükafatı da vicdanı verir. Ən böyük cəzanı da. Düzdür də, yəni düz qoyulub. 4 düzdür. Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik. Yəni burada artıq nə dədən sonra vergül qoymağa ehtiyac yoxdur. Təkrarlanır sözündən əvvəl qoyun. Amma bu şəkildə olmaz. Daha doğrusu üzr istəyirəm. 5-i çıxdıq. Cavabımız olur 1, 3, 4. Cavabımız D variantı. Yəni 5-i götürmədik, çünki səhvdir. Bizə deyir düzü götür. 11-də verilmiş cümlələrlə bağlı yanlış fikirləri müəyyən edin. Ata dedi. Səni tək qoyub gedirəm. Məni bağışla. Ata vergül tirə dedi vergül tirə. Səni tək qoyub gedirəm. Vergül məni bağışla. Niyə? Baxın, dedidən əvvəl sonra vergül işarəsi, vergül tirə qoyulmalıdır. Uşaqlardan məktub gəlib deyə tələsik işığı yandırdı. Aha. İndi deyir birinci cümlədə 3 vergül işarəsi buraxılmışdı. Bəli, 3 vergül buraxılıb, düz deyir. Deməli, 1 olan variantları çıxdım. İkinci cümlədə 1 vergül işarəsi buraxılıb. Bəli, D-dən əvvəl qoyulmalıdır vergül, tre. Deməli, 2 də düzdür, çıxdıq. Cavabımız qalıb 3-dür. Deyir, birinci cümlədə 2 vergül işarəsi ilə yanaşı 3 tre də buraxılmışdı. Xeyr, 2 tre var D-dən əvvəl sonra. İkinci cümlədə həmçinin 3 tre işarəsi buraxılmışdı. Xeyr, bu da səhvdir. Elə 3, 4 bizim səhv cavablarımız olur. Cavabımız olur A. 12-də verilmiş cümlələr arasında cədvəldəki uyğun fikirləri müəyyən edin. O dedi, atama yaz ki, tarını yenə çalsın. O dedi, qoşa nöqtə. Atama yaz ki, tarını yenə çalsın və vasitəsiz nitq olduğu üçün, indi burada tam qoya bilmirəm, yuxarıdan qeyd elədim, dırnaq işarəsi qoyulmalıdır. Mən də zarafatla, qoşa nöqtə, elədir, vergül, qızım, vergül, tirə işarəsi qoyuram. Biraz qarışıq ola bilər, tam qoya bilmirəm durğu işarələrini balaca şəkildə, ona görə yəni siz özünüz, mən danışdıqca özünüz də qeyd aparın. Deməli, indi bizə deyir ki, birinci cümlə ilə bağlı doğru fikirdir. Buraxılmış durğu işarələrindən qoşa nöqtə və dırnaq vasitəsi nitqlə bağlıdır. Bəli, qoşa nöqtə və dırnaq vasitəsi nitqlə bağlıdır. 1 düzdür, 1-i götürdüm. 2 vergül işarəsi buraxılmışdı. Birinci cümlədə xeyr,
Bir dənə ki burada bağlayıcıdır deyə ondan sonra deməli vergül qoyulur. 2 səhvdir. 2-ni çıxdım. Deməli 2 olan variantları çıxıram. İkinci cümlə ilə bağlı yanlış fikir istəyir bizdən. Buraxılmış vergüllərdən biri vasitəsiz nitqlə bağlıdır. Bəli, burada dedimdən əvvəl olan dedim vergül tiri vasitəsiz nitqlə bağlıdır. Bu düzdür. Ona görə 3-ü götürmürəm. 4-ə baxıram. Qoşa nöqtə, dırnaqlar və 3 vergül işarəsi buraxılmışdır. Qoşa nöqtə, dırnaq və deməli 3 vergül. Hanı 3-cü vergül? Biri qızımdan əvvəldir, biri də sonradır. 3-cü vergül işarəsi yoxdur, səhvdir. Deməli cavabımız 1 və 4 olur. A variantı. 13-də nümunələrin birində durğu işarəsi səhvinə yol verilmişdir. Aha, səhv qoyulub deyir. Biz yalnız ağıl və biliyimiz sayəsində yaxşı və ya pis, xoşbəxt ya da bədbəxt oluruq. Baxın, əsl cümləni oxuyanda bir pauza yaranır. Vergül qoyulmalıdır, düz qoyulub, səhv yoxdur. Ağıllı adam odur ki, dediyinin nəticəsini əvvəldən görə bilir. Bəli, burada ki bağlayıcıdır, qoyulub. Çalışmaq lazımdır ki, hər kəs öz ata-babasının bildiyindən çox bilsin. Bəli, ki-dən sonra vergül qoyulmalıdır, qoyulub. Saf zəka, pak beyin, doğru təlim. Bütün bunlar əxlaqi təmizliyə aparır. İndi baxın, saf zəka, pak beyin, doğru təlim. Bir həmcinslik var burada, sadalama. Sadalamadırsa, bundan sonra bir bütün bunlar ümumiləşdirici söz. Yəqin ki, o dərsi bilirsiniz. O zaman ayırmaq üçün tire işarəsi qoyulmalıdır. Deməli, səhvə yol verilib. Cavabımız olur D variantı. 14-də hansı cümlədə vergül düzgün qoyulmamışdır? Aha, gəlin baxaq. O şübhəsiz gələcək. Bəli, şübhəsiz modal sözdə hər iki tərəfindən qoyulmalıdır. Ana, oğlun, qızın var. Günahsız qana bais olma. Ana kitabdır. Oğlun, qızın sadalanır deyə qoyulub düzdür. O irəli atılıb iri bədənini qabağa verdi. Kim? O qoyulmalıdır dedim. İsmin sualı kim, nə olub, mübtədə olanda qoyulur. Amma o iki təkrar indi. Amma, ancaq, lakin, fəqət bunlardan əvvəl vergül qoyursunuz. Sonra qoymursunuz. Ona görə səhv elə D variantındadır ki, düzgün qoyulmayıb. 5-də dialoqda verilən cümlədə aha. Baxın, dialoq deyirsə, mən əvvəlcədə burada bir tire qoyuram. Mənəm, vergül, bacı, vergül, tire. Niyə? Dedi var. Vergül, tire. Tanımadın mı? İndi həmişəki qayda dedidən əvvəl və sonra cümlə görürsünüzsə, nitq görürsünüzsə, vergül, tire qoyun. Deməli, burada nə oldu? 3 vergül, 3 tire, bir sual, cavabımız olur A variantı. 16. Cümlələrdən birində durğu işarəsi səhvinə yol verilmişdir. Aha. Çoxları səni də məni də yaxşı tanımır, düzdür. Biz yalnız ağıl və biliyimiz sayəsində yaxşı və ya pis, xoşbəxt, bu da düzdür, bayaq bu cümlə var idi. O, çox adamı yaxşı tanımır. Kim? O. Aha, burada da düzdür. Çalışmaq lazımdır ki, hər kəs öz ata-babasının görüb bildiyindən çox bilsin. Burada da ki-dən sonra düz qoyulub. Zəhmətkeşlik, ağıl, fərasət bunlar bu gün xüsusilə vacibdir. İndi bayaqki məsələm ağıl, fərasət, zəhmətkeşlik sadalanır. Həmcinsdən sonra bunlar yəni ümumiləşdirici söz gələrsə, qoşa nöqtə yox, tire qoyulur. Qoşa nöqtə nə zaman qoyulur? Ümumiləşdirici söz həmcinsdən əvvəl gələrsə, bu zaman özündən sonra qoşa nöqtə qoyulur. Ona görə də cavabımız E variantı olur. 17. Cümlələrdən birində durğu işarəsi səhvinə yol verilmişdir. Aha, Əhməd də, Vəli də, Vüqar da öz qabiliyyətləri sayəsində ucaldılar. Bəli, sadalanıb deyə qoyulur. Gələn Həsəndir. Tire uşaqlıq dostumdur, əlavədir deyə qoyulub. Siz ya kəndə getməli, ya da şəhərdə qalıb nəzərdə tutulan işləri görməlisiniz. Bəli, burada da düz qoyulub. Niyə? Çünki ya da təkrarlanırsa, birincisi yox, digərlərindən əvvəl qoyulmalıdır və qoyulub, düzdür. Mən bəzi uşaqlara, Vasifə, İlkinə, şahlara hələ tam inana bilmirəm. Eyni qayda. Baxın, bayaq dedim ki, həmcinsdən əvvəl gələn varsa, qoşa nöqtə qoymalısınız. Tire yox. Tire əgər bu həmcinsdən sonra gələn, baxın, yuxarıdakı məsələ. Və yuxarıda
tire qoyulmalıdır. Görürsüz, sadalanır, sonra gəlirsə tire. Yox, əvvəldə gəlib, sonra sadalanırsa qoşa nöqtə. Cavabımız olur D variantı. 18-ci sualda cümlədə hansı durğu işarələri buraxılmışdı deyir. Aha, yığıncağa respublikamızın bütün yaradıcı ziyalılarının nümayəndələri, yazıçılar, rəssamlar, bəstəkarlar, alimlər toplaşmışdılar. İndi burada birinci ümumiləşdirmə edir. Deyir ki, bütün yaradıcı ziyalıların nümayəndələri. Deməli, qoşa nöqtəmi qoyuram burada. Sonra başlayır. Yazıcı, rəssam, bəstəkar, alimlər toplaşmışdılar. Baxın, 3 vergül oldu, bir dənə qoşa nöqtə oldu. Niyə? Çünki burada yazıcı, rəssam, bəstəkar həmcins üzvdür. Ondan qabaq ümumiləşdirici söz gələndə qoşa nöqtə ilə ayırırıq. 19. Cümlələrdən birində 1-2 vergül işlənməlidir. Orada otağın qarşısındakı alaçıqda bir dirək bastırılmışdı. Baxın, orada burada bir əlavə eləyir. Otağın qarşısındakı alaçıqda. Əlavə nə ilə ayrılırdı? Tire ilə ayrılırdı. Burada bir dənə tire var. Başqa heç bir şey yoxdur. B-də ilin bu fəslində, oktyabr ayında adətən havalar soyuyur. Aha, indi baxın, adətəndən sonra ara söz olduğu üçün əvvəl sonra nə qoyuram? Burada bir vergül qoyuram hər iki tərəfdə. İlin bu fəslində, sonra əlavə edir, oktyabr ayında. Deməli, burada da tire işarəsi olmalıdır. Cavabımız olur elə B variantı, 1-2 vergül. 20-ci sualda cümlələrdən birində 2 vergül, 1 tire işarəsi işlənmişdi. Yenə eyni tip sual. Rəngi gah qızır, vergül, gah ağarır, əlləri həyəcandan titrəyirdi. Aha, deməli, burada sadəcə 2 vergüldür. Burada yoxdur tire işarəsi. Burada dağlar, qayalar, düzənliklər, hər yer yamyaşıl idi. Dağlar, qayalar, düzənliklər, hər yer yamyaşıl idi. İndi baxın, sadalayır. Dağ, qaya, düzənlik. Sadalayır həmcinslik. Bundan sonra bir ümumiləşdirici hər yer deyirsə, bu zaman nə edirik? Tire qoyuruq. Bayaqki suallardan eynidir, yəni suallarla eynidir. Deməli, 2 vergül, 1 tire işarəsi 20-də olur. Cavab B variantı. 21-də cümlədə hansı xanaların yerinə bərpa olunan durğu işarələri eyni məqsədə xidmət edir? Eyni məqsədə xidmət eləmək nə deməkdir? Yəni, məsələn, hamısı həmcins üzvə görə qoyulub, yaxud da hamısı tutalmış əlavəyə görə qoyulub və yaxud da köməkçi nitq hissəsinə görə qoyulub. Yəni, bu tipli. İndi gəlin baxaq. Deyir, əlbəttə, vergül qoyuram burada. Niyə? Burada modal sözdür. Vergülümü qoydum. Həyətdəkilər Nəcibə müəllimə, Güllü xanım, Safra nənə, Musa baba eşitdiklərinə mat qaldılar. Deməli, həyətdəkilər, qoşa nöqtə. Axı, bundan sonra sadalama gəlib. Nəcibə müəllimə vergül, Güllü xanım vergül, Safra nənə vergül. İndi burada 3, 4, 5-də qoyduğum vergül 3-ü də həmcinsləri bir-birindən ayırmaq üçündür. Deməli, eyni məqsədə xidmət edir də. Cavabımız olur A variantı. Amma məsələn, 1-dəki vergülüm durğu işarəsi, yəni modal sözə görədir. İkincidə ümumiləşdirici sözə görədir. Burada bağlayıcıya görədir. Yəni bunlar fərqlidir. Amma digər 3, 4, 5 həmcinsə görə qoyulub. 22. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Aha. Deməli, Firudun qoşa nöqtə. Altdan dialoq forması D tireni qoyuram. İndi sən orada rahatlan. Vergül. Bizdə arxayın öz işimizdə olaq. Vergül tire dedi. İndi dedidən əvvəl görürsüz cümlə yoxdur, amma əvvəl daha doğrusu sonra cümlə yoxdur, amma əvvəl var da nitq. Ona görə vergül tire ilə ayırmalıyıq. Deməli, qoşa nöqtə 2 tire 2 vergül cavabımız olur E variantı. 23-də nümunədə hansı durğu işarəsi buraxılmışdı? Deməli, qeyri-ixtiyari geri dönərək. Baxın, eyni tip. Qoşa nöqtəmi qoydum, aşağıdan tiremi qoyuram. Yaxşı, vergül. Tez gələrəm, xavərim. Baxın, xavərim
Nədir burada? Bir xitab deyirədiyi üçün ondan əvvəl də qoyuram mən vergül. Dedi və onun gözlərindən öpdü. Dedidən əvvəl vergül, tire və onun gözlərindən öpdü. Deməli 3 vergül oldu, 2 tire oldu, bir dənə qoşa nöqtə oldu. Cavabımız olur A variantı. 24. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Fəride onu saxladı. Qoşa nöqtə. Aha, aşağıdan. Gəl Firidundan soruşaq. Vergül. Oxumuş adamdır. Vergül. Hökumətlərin içindən başı çıxar. Vergül tire dedi. Aha, deməli qoşa nöqtə, 3 vergül, 2 tire cavab olur C variantı. 25. Biz artıq hər şeydən, evdən, maşından, selin tüğyan etdiyi meyvə bağlarından əlimizi üzmüşdük. Aha, biz artıq hər şeydən, qoşa nöqtə. Niyə? Çünki hər şey burada bir ümumiləşdirir, ondan sonra həmcins gəlir. Evdən, vergül, maşından, vergül. Selin tüğyan etdiyi meyvə bağlarından əlimizi üzmüşdük. Qoşa nöqtə və 2 vergül cavabımız olur E variantı. 26. Nümunədə hansı durğu işarələri işlədilməlidir? Sərt Firidunla görüşəndə, qoşa nöqtə. Sonra burada bir tire qoyuram. Oğlan bir nəfəri ədəbiyyatdan hazırlaya, oğlan vergül. Bir nəfəri ədəbiyyatdan hazırlaya bilərsənmi? Sual işarəsi, sonra tire, yəni bilirsiniz burada tire nəyə görədir? Dedikdə bayaq dedidən əvvəl deyirdik, bayaqdan vergül, tire, vergül, tire. Aha, o vergül sual işarəsi və yaxud da nida qoymalıyıqsa vergülü qoymuruq. Baxın, sual işarəsi qoydum, sual tire qoyun. Amma tire həmişə mütləq olur. Deməli, burada nə oldu? Qoşa nöqtə oldu, 2 tire oldu, 1 vergül oldu, bir də sual işarəsi. Cavabımız oldu B variantı. 27-də verilən cümlədə hansı durğu işarələri buraxılmışdı? Zərf düzəldən şəkilçilərdən bir qismi. Məsələn, casna, la, ən və s. ruru qəbul etməyən şəkilçilərdir. İndi burada yəni məsələn varsa, yəni həmcinslərdə, ümumiləşdirici sözlərdə arasında yəni məsələn işlədirsə, məsələndən əvvəl vergül, sonra qoşa nöqtə qoyursunuz, cavabımız olur B variantı. Yəni bu konkret qaydadır. Bunu siz dərslikdən oxuya bilərsiniz. Yəni məsələn hansı dərsin içərisindədir? Həmcins üzvlərdə ümumiləşdirici sözlər var. Bax, həmin dərsin içərisində bu qaydalar verilib. 28. Vasitəsiz nitqli cümlələrdən birində durğu işarəsi bu ardıcıllıqla qoyulmalıdır. Dırnaq, vergül, tire, vergül, tire, dırnaq. Aha, yəni baxın, indi dırnaqla başlayıb dırnaqla bitirsəm, deməli bunun hər iki tərəfində vasitəsiz nitq var qıraqlarda. Baxın, bura gəl dedi. Sənə hədiyyə göndərmişəm. Aha, bu olar. Baxın, bura gəl vasitəsiz nitqdir. Dedi müəllifin nitqidir. Bu da vasitəsizdir. Belə olduğu zaman dırnaqla başlayıb dırnaqdan bitməlidir. Və dedi var ortada. Hər iki tərəfindən vasitəsiz nitq varsa vergül, tire və ardıcılığa da diqqət edin. Tire vergül olmaz. Vergül, tire. Baxın, özü də elə verib. Elə cavabımız olur A variantı. 29. Yenə eyni şeyi deyir, dırnaq, vergül, tire, dırnaq. Eyni sxema axtarmalıyıq biz. Naftalandan nə xəbər var deyə Gülzar anasından soruşdu. Baxın, burada vasitəsiz nitqdir, bu müəllifdir. Yəni, dırnağı mən ən sonda qoya bilmərəm. Bu keçdi. Mənə lazımdır bayaqçı kimi, yəni V, M, V şəklində lazımdır mənə. Sada gözəli danladı. Sən uşağı özünlə gətirməli deyildin. Bu da deyil. Mühəndis müəllifin nitqidir. Müəlliflə başlayır, lazım deyil. Sabah gələrsən, dedi. Baban sənin üçün darıxıb. Bəli, V, M, V. Belə olanda da dırnaq, dedidən əvvəl vergül, tire, cavabımız olur D variantı. 30. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Nihatı dedikləri yəqin ki, həqiqət deyildi və o fikrini tam şəkildə bildirməkdən çəkinirdi. Deməli, yəqin ki, modal söz hər iki tərəfdən vergül və o çəkinirdi. Burada da vergül. Deməli, 3 vergüldür. Cavabımız olur C variantı.